Arıçılıq məhsullarının süfrəmizə gələnə qədər keçdiyi yol kifayət qədər maraqlıdır. Bu yol isə məhz burada. Gördüyünüz kimi arı ailələrinin pətəklərindən başlayır. İndi isə birlikdə həm bu məhsulların necə əldə olunduğunu, həm də onların faydasını birlikdə öyrənəcəyik. Bir pətəkdən yalnız bal deyil, bir neçə qiymətli məhsul əldə etmək mümkündür. Güləm, propolis, polen, arı südü və mum. Bu sadaladıqlarım həm tərkibi, həm də faydalı xüsusiyyətləri ilə seçilir. İndi isə yanımda Adəm bəy var və o illərin arıçısıdır demək olar ki. Neçə ildir bu işlə məşğulsunuz? Gözümü açandan elə dədə-babaşımız arıçılıq olduğu üçün 7 yaşımdan uşaqlıqdan arı ilə məşğuluq. Bəs bizə maraqlıdır. Bu saydıqlarım var, hansı ki güləmdir, polendir. Bunları bizə izah eləyin. Bunlar necə hazırlanır? Arılar bunları necə eləyirlər? Polen arının çiçək tozudur, ayaqlarında gətirir, sırf balalarına yedizdirir. Arının ömrü 45 gündən 90 günə qalxır. Polendə əlavədə güləm var. Güləmdə polenin içəri yığılmış, ramkaya preslənmiş vəziyyətidir. Ona da güləm deyirlər, periqada deyilir. Bir də arının propolisi var. Bunlar da dünyanın ən güclü təbii antibiotikidir, propolis. Bunlar nədən hazırlayırlar? Necə hazırlanır? Arılar bunu sırf giriş yerinə bət eləyir. Arı oradan keçəndə həm çöldən gələn bütün infeksiyanı sürtünür ora ki, bütün çöldən gələn infeksiyalar ölsün. Belə deyim də, dünyanın ən güclü təbii antibiotikidir. Polenin hazırlanmağını o arıların necə ki ayaqlarına gətirir, onu görməyimiz. Bəli, burada var, burada göstərə bilərəm sizə. Bu ayağında gətirdiyi polenlərdir. Arının çiçəklərdən toplayıb ayaqlarında gətirdiyi həmin o polen bizim süfrəmizdədir. Bu polen həm ən qiymətli, həm də ən təbii məhsullardan biri hesab olunur. Deyirlər ki, poleni balla qarışdırmaq böyüklər üçün, poleni qatıqla qarışdırıb yemək isə uşaqlar üçün faydalıdır. Elə isə biz də indi balımızla polenimizi qatıb dadına baxaq. Bəh-bəh. Bəh-bəh, doğrudan da dadlıdır. Arıçılıq məhsulları təbii tərkibi və yüksək qida dəyəri ilə seçilir. Onların tərkibində müxtəlif vitaminlər, minerallar, fermentlər və antioksidant maddələr mövcuddur. Mütəxəssislərin fikrincə bu təbii məhsullar enerji mənbəyi olmaqla yanaşı immun sisteminin normal fəaliyyətinə dəstək verir. Hazırda əlimdə arının özü hazırladığı pətək bal var və burada bir ədəd güləm var, gördüyünüz kimi. Bir dənə güləm bu balın içindədir. Güləmə həm də arı çörəyi deyirlər. Ona görə arı çörəyi deyirlər ki, arı orada balalarına yemək üçün həmin bu güləm dediyimiz məhsulu qoyur. Arı balası da böyüyənə qədər bundan yeyib böyüyür. Mütəxəssislər arıçılıq məhsullarından istifadə zamanı normaya riayət etməyi də tövsiyə edirlər. Xüsusilə arı məhsullarına qarşı allergiyası olan şəxslər bu məhsulları yalnız həkim məsləhəti ilə qəbul etməlidirlər. Arıçılıq məhsullarına allergiyası olan insanlar və ya şəkər xəstələri, təzyiq xəstələri bu məhsullardan istifadə edən zaman xüsusi diqqət yetirməlidir. Məsələn, polen allergisi olan insanlar baldan istifadə edən zaman baş verə biləcək allergik reaksiyaları nəzərə almalı. Bu məhsullara qarşı xüsusi testlərdən keçmiş olmalı. Bu test nəticəsinə əsasən istifadə edib edə bilməyəcəyini qərar verməlidirlər. Şəkər xəstələri isə baldan istifadə edən zaman xüsusi diqqət yetirməlidir. Bal tərkibində fruktoza və qlükoza vardır. Qandakı qlükozanın miqdarını artırır, amma rafinə olmuş şəkər qədər artıra bilmir. Amma çox istifadə edən zaman bu da şəkər xəstələrinə zərər göstərir. Gördüyünüz kimi arıların orada min bir zəhmətlə, əziyyətlə hazırladığı bal və digər məhsullar elə onun yanında satışdadır. Gördüyünüz kimi polenlər, xarramış bal, sadə bal və pətəkli bal da burada satışdadır. Pərvin Səfərzadə, Arzu Sadiqov, Sura Bəşirova, NTV Xəbər.